Ana, Ay sana. sənə sözüm var, Ne sözün var oğlum? bura. Ne sözün var oğlum? Ana, sən məni çox istəyirsən, yoxsa mən səni çox istəyirəm? Ve ben seni çok istiyorum. Ona kurban. Sen benim digarımın parasısın. Axı mən də səni çox istəyirəm. Hansını çox istəyirik? Ben anayım. Ana həmişə evladını çox istəyir oğlum. Sizcə balalar ananı çox istəyir, yoxsa analar balanı çox istəyir? Analar, analar. Deyirəm, ana, deyirəm həqiqətən sən olmayandan sonra mən neyniyəcəm? İnsanlar necə dözür valideynsiz? Allah səbir verir də, Allah səbir verir, ona görə hamı dözür. Nə bilim, mən o həqiqət arada fikirləşirəm ana, çox təsir edir. Deyirəm görəsən mən məsələn insanın düz deyim də Allah atamı rəhmət eləsin. Atamı itirmişəm, amma yenə də ürəyimdən çıxmır. Amma ana tam başqa şeydir də. Çünki övladı ən çox ana böyüdür, ana əziyyətini çəkir. Bəli, bəli. Hə, övlad ən çox ananı görür də. Bütün tərbiyəndə anadan övlad götürür. Ata işdə olur, gedir gəlir. Demirəm atanın da əziyyəti çoxdur. Allah hamısını ömür versin sağ qalanlara, ölənlərə də Allahdan rəhmət diləyirəm inşallah. Amma mən fikirləşirəm misal üçün, sən olmasa mən nə qaracam, mən nə Allah edəcəm? səbir verəcək. Bütün hamıya səbir verir, bizə də verir, sizə də verəcək səbir. Səbri Allah Taala adamın əlindən də alır, bütün ölənlərimizi Allah səbir də verir. Bu evin ailəsinə, balalarına.